Salam uşaqlar, ilk öncə salamlayıram sizi. Görək bu günləri nə keçəcəyi, nə ilə tanış olacağıq. Bu günləri keçəcəyi insert kitabı və onun əmrləri hal-hazırda qarşımızda görürük ki, insert kitabına əmrlərini və əmrlərin birləşərək yaratdığı əmrlər qrupunu görürük. Home artıq bizə məlum oldu. Home üzərində sənəddə redaktə etmək və formatlama işlərini gördük. Redaktə etmək hər hansı bir dəyişiklik, məsələn, sənədə vergül, bir dənə vergül belə qoydursa, bu redaktədir. Məsəl üçün, rəngini dəyişdirdirsə, bu formatlaşdırmadır. Abzasını dəyişdirdirsə, formatlaşdırmadır. İlk öncə şablon mətin əlavə edim. Belə danışmaq istəyirəm sizə ki, görək insertdə nə öyrədirik. Insert tab öyrənirik daha doğrusu. Insert tab sənədə hər hansı bir obyektin, şəklin, videonun, sonra sizə deyim, diaqram olsun, əlavə etmək üçün istifadə olunan lent tabından biridir. Cədvəllər, üzlük vərəqləri, boş səhifə və s. əlavə edir. Gələk insert lent tabının əmrlərinə baxaq görək hansı var. Birinci əmrlər qrupu page'dir. Page'in əmrləri isə qarşımızda cover page, blank page, page birikdir. Cover page nədir? Cover page titul vərəqidir. Alt menüsuna daxil olsaq, demişdik ki, üçbucaq bizə daha çox əmrlər olduğunu, alt menünün olduğunu bildirir. Cover page sənədə üzlük vərəqlərinin əlavə olunması üçün istifadə olunur. Həmin əmrdir ki, sənədə üzlük vərəqini, titul vərəqini, səhifə başlığını əlavə edirik. Məsələn, burada müxtəlif titul vərəqləri var. İstədiyim birini götürüb sənədə əlavə etsəm, kursor baxın ikinci səhifədə dayanıb. Kursorun dayandığı səhifədən asılı olmayaraq hər zaman titul vərəqi birinci səhifəyə əlavə olunur və sənəddə bir ədəd titul vərəqi olur. Sən neçə dənə istəyirsənsə əlavə edə bilərsən. Kimi bir şey yoxdur, sadəcə birini əlavə edə bilirsən. Titul vərəqi sənəd haqqında ümumi giriş, başlıq, məlumat deməkdir. Bu ən çox məqalələrdə. Tutalım ki, hər hansı bir məlumat haqqında, mövzu haqqında məlumat yazırsınızsa, ilkin səhifəni titul vərəqi etmək lazımdır. Məsələn, səhifə 3-dən başlanırkən üzlük qapağı olur, yaratdığımız hər hansı bir məlumatın titul vərəqi və səhifə nömrəsi başlayır səhifələnmək. Səhifə nömrəsi də 3-dən başlayır əsasən. Yəni, başa düşdünüzmü nə deyirəm? Yəni, üzlük vərəqi, titul vərəqi keçirik məlumat haqqında. Bu titul vərəqi odur. Titul vərəqi üzərində redaktə işləri apara bilərsiniz. Məsələn, tarix yaza bilərsiniz, titul vərəqinin adını məqalənin adını, yazdığınız məlumat nədirsə, onun adı haqqında məlumat verə bilərsiniz. Burada, məsələn, nəşriyyatın adını yaza bilərsiniz, istifadəçinin adını yaza bilərsiniz. Titul vərəqi bu deməkdir. Səhifənin başlığına, ilk səhifəsinə əlavə olunur, sənəd haqqında ümumi məlumat verir. Titul vərəqi sizə lazım deyil, silmək istəyirsinizsə, cover page-ə gəldik. Burada remove cover page əmri var ki, sənədimizdəki titul vərəqini götürür, oradan qaldırır. Gəldik, deməli, növbəti əmrimiz blank page-dir. Yadınıza düşürsə, biz Word-ə daxil olduqda da blank page görürdük. İlkin ekranda, Word-ə daxil olanda ilkin ekranda. Bir də ki, fayl menüsündə blank dokument var. Yəni, boş vərəq var. Titul vərəqləri burada da var. Mor hissədən daha çoxunu görə bilərsiniz. Gəldik, deməli, nəyə? Əgər ki, mənə tutalım ki, deyirəm ki, ağ vərəq lazımdır. Tutalım, gələyim, 2 dənə məsəl üçün belə bir mətin yazmışam. Görürəm ki, arada bir vərəq mənə lazımdır. Yazacağım cümlələr var. Bu cümlənin ardından cümlə yazmalıyam. Çoxlu sayda, 100 dənə, 105 dənə cümlə yazmalıyam. Bu A4-ü necə əlavə etməliyəm? Onun üçün blank page-dən istifadə edəcəksiniz. Sonundadır, gələcəksiniz blank page deyəcəksiniz. Sizə ağ vərəqi yuxarıya əlavə etmədim. Blank page. Aha, gördünüzmü? Blank page boş vərəqi əlavə etdi. Gəldiniz yeni sətirdə, o sətrin əvvəlində, daha doğrusu blank page deyəcəksiniz yenə.
ağ vərəq əlavə etmiş olaq. Məsələn, mətnin ortasında sizə ağ vərəq lazım olarsa, baxın, mətnin ortasındayım, ağ vərəq lazım olsa, bu cümlə ilə bu cümlənin arasına bir dənə ağ vərəq əlavə olunacaq. Bunu isə keçirəcək növbəti A4-də də. Yəni, ücretdə yazmağa yer olmayacaq. Çünki ondan sonra görürsünüzmü, əlavə etdi və miqyası kiçildib görərəm ki, əlavə etdiyim budur. Kursordan sonraki hissə isə düşüb ağ vərəqdən sonraya, həmin bu hissəyə. Yeni sətirdə də, məsələn, gələk, ağ bir sahədir, orada da blank page deyəcəksiniz. Sizə yenidən bir A4-ü əlavə etmiş olacaq. Page break isə səhifəni ikiyə bölür. Gəldim, dayandım. Biz blank page izah edəndə dedik ki, kursordan sonraki hissəyə ağ vərəq əlavə edir. Amma ki, page break onu deyir ki, kursordan sonraki hissəyə keçidi təmin etdir. Yəni, bunu görürsünüzmü? Gətirib sürüşdürüb növbəti bir A4-də atacaq. Page break dedim. Görürsünüzmü? Yeni bir cümlənin ardı burada yazılıb, yeni bir sətirdə. Blank page, boş sahədə burada qalır. Page break daha doğrusu səhifəni böldü. Və blank page isə kursordan dayanan hissəyə A4 əlavə edir. Blank page isə səhifəni bölür. Məsələn, sətri bölür, cümləni bölür, sözü bölür. Məsələn, bir dənə sözdürsə, sözün ortasında blank page deyəcəm, boş vərəq əlavə edəcəm. Böldüyü sözün yarısını isə atacaq növbəti A4-də. Page break isə səhifəni böləcək. Bu sözü böləcək. Məsələn, bu sözü bölsəm, gəlib görərəm ki, söz qaldı burada, yarısını keçirtdi bura. İnşallah ki, aydındır page break ilə blank page-in fərqi. Page break klaviatura qısa yolla Ctrl Enter'dir. Yəni, siz sənədin mətnləri üzərində durub Ctrl Enter desəniz, sizə yeni bir səhifəyə keçidi təmin edəcək. Boş sətirdə də Ctrl Enter desəniz, sizə boş sahəyə keçidi təmin edəcək və A4-də əlavə etmiş olacaq. Gəldik, növbəti əmrimiz bizim tables əmrlər qrupu içərisindəki table əmridir. Table əmri biz sənədimizə cədvəllərin əlavə olunması zamanı istifadə olunan əmrlər qrupudur. Bir əmri var, table. Üstünə gəldikdə bizə belə bir sahəni təqdim edir. Təqdim etdiyi sahədə damaların üzərində qalxaq yuxarı. Damaların üzərində kursoru gəzdirdikcə işçi vərəqimə gəzdirdiyim sətir və sütun sayı. Sütun budur. Sətir isə budur. Sətir və sütunun kəsişməsindən alınan element isə adlanır xanalar. Cədvəllərin sətir sütunu xanalardan ibarətdir. Cədvəlin sətiri və sütunu kəsişir, alınır xana. Məsələn, buradan məhdud sayda əlavə edə bilirəm. 10 sütun, 8 sətir. Elə olar ki, məndə işlədiyi yerdə tələb etdiyi cədvəldə 12 sütun var. Necə əlavə edərəm? Insert table-dan. Insert table deyirəm, belə bir cədvəli açır mənə. Açdığı cədvəldə column sütun saydı. Sən gəl, burada bir kiçik sütun yazıq da, 12 falan yazmayaq, çox böyük olmasın. 6 sütundan və yaxud da ki, 5 sətirdən ibarət bir cədvəli deyirəm ki, sənədə əlavə et. Əlavə etdim. Cədvəli əlavə edən zaman bizdə normal olaraq dedik ki, bir dənə fail menüsü var. 7 və yaxud da ki, 8, standart 7 götürülür. Nəyə görədir, səbəbini deyimsə, dizayn layout bəzi Word versiyalarında birləşikdir. Bəzilərində 2016-dan sonra da ayrılıb. Dizayn ayrıdır, layout ayrıdır. Bizə cədvəl əlavə edən zaman görürsünüzmü, yuxarı fikir verin, cədvəlin üzərinə gəlsəm, dizayn və layout deyə 2 dənə əlavə lent tabını aktiv edir. Gəlib kənarda bir dəfə klik desəm, o lent tabı itəcək. Gəlib cədvəlin daxilində bir dəfə klik desəm, o lent tabı aktiv olacaq. Lent tablarına keçməmişdən əvvəl demək istəyirəm ki, yuxarıda gördüyümüz cədvəlin yuxarısında gördüyümüz ox bizə deyir ki, cədvəli seç və seçilmiş cədvəli sənəd daxilində istədiyin yeri hərəkət elətdir. Bunu deyir bizə. Və bu ox bizə deyir ki, cədvəli iki tərəfli ox
tutduq. Mouse'un sağ düyməsini, sol düyməsini daha doğrusu sıx və hərəkət elətdir. Cədvəlimizin həcmini dəyişmək üçün istifadə olunur. Belə. Əgər ki, mən cədvəl daxilində enter düyməsini vursam, cədvəlin xanaları böyüyəcək. Və böyütmək üçünsə cədvəlin xətti üzərində iki tərəfli oxu tuturam. Sağa, aşağı, yuxarı sürüşdürməklə. Baxaq. Aşağı, yuxarı sürüşdürməklə. Dəqiqə. Aşağı, yuxarı sürüşdürməklə cədvəlin xanalarını böyüdə bilirəm. Sağa, sola sürüşdürməklə isə sütunların həcmini böyüdüb və kiçildə bilirəm. Mən gələcəm cədvəlin burada gördünüzmü? Hər dəfə sətirlərin soluna gələndə, baxın sağına gələndə çıxmır. Soluna gələndə plus işarəsi var. Bu plus işarəsi vasitəsilə mən cədvələ sətirlər əlavə edə bilirəm. Eyni zamanda sütunların başında da gəlir bu plus işarəsi. Onun vasitəsilə mən sütunları əlavə etmiş oluram. Mən gəlib dedim ki, xananın daxilində enter deyirəm, həmin sahəni genişləndirmiş oluram və eyni qayda ilə bu yuxarıdakı iki tərəfli oxu da gətirib tutub mouse'un göstəricisi ilə hərəkət etdikdə xana daxilindəki istədiyim sahəni böyüdüb kiçildə bilirəm. İstədiyim sətrin sonunda, baxın kursor burada içəridə yanır sönür. Sonunda enter düyməsini vuranda mənə sətr əlavə edəcək. İstədiyim sətrin sonunda, baxın cədvəlin çölündə yanır sönür. Enter kursordan sonraki hissəyə sətr əlavə edir. Bu da belə. Məsələn, biraz sətirlər əlavə edək. Görsüz əlavə edirəm. Sütunlar da əlavə edək. Bir ədədir. Kifayətdir. Məsələn, sətr sütunu silmək istəyirəmsə, sütunu seçib klaviaturadan backspace də vura bilərsiniz. Sütun silinəcək. İndi biz layoutda da görəcəyik bu əmrləri. Amma bu sadə formalarda hələ ki cədvələ ilkin baxışdır. Keçəcəm indi lent tabından bu əmrləri izahına. Dizayna gəldik. Dizayn və layouta gəldik. Dizayn, layout səhv əsas hissədir. Dizayn isə cədvəlin məsələn sətr sütunun üstündə hansı işlər görə biliriksə odur. Dizayn isə cədvəlin dizaynı üzərində hansı işləri həyata keçirə bilirik o deməkdir. Dizayna gəldik, bizi belə bir lent tabı qarşılayır. Buranı izah edəcəm, gəlin bura. Buranı izah etmək üçün buranı bilmək lazımdır. Alt menünü açdım, burada mənə hazır cədvəl stilləri təqdim edir. Bunun mahiyyəti odur ki, cədvəlin stilini dəyişir. Mahiyyəti budur. Tutalım, mən bura gəlib belə bir stil təqdim edirəm. Görürsünüzmü? Mənə belə bir stili gətirir. Shading əmri isə məlumdur ki, verilmiş abzasının arxa fonunu rəngini dəyişir. Bu isə cədvəllərə aid olduğu üçün verilmiş cədvəlin arxa fonunun rəngini dəyişir bu formada. Ləğv etmək üçün isə alt menüsünə daxil no color deyirəm. Siz bu əmri Homelet tabının paragraf əmrlər qrupu içərisindəki shading əmrindən artıq sizə məlumdur, bilirsiniz. Bir dəqiqə bu zoom'un ekranı düşüb. Bura mən heç nə qoymur ki görəm. Gəldik deməli dizayna. Dizaynda görə hansı qaldı? Buranı izah etmək qalıb. Table Styles Options. Cədvəlin stillərinin xüsusiyyətləri. Cədvəl stilinin xüsusiyyətləri. Görək nə xüsusiyyəti var? Məsələn, məndə birinci yazılıb ki, Hidden Row. Yəni, başlıq sətri digərlərindən fərqləndir. Yəni, başlıq sətr digərindən fərqlənib də. Görürsünüzmü? Üstünə bir dəfə klik, başlıq sətr fərqlənir. Sonra getdik total row sətirlərin birini, daha doğrusu sonuncu sətri digərlərindən fərqləndir. Burada niyə belə? Gəlin buradan bir dənə stil götürək. Dəyişikliyi görək. Deyirəm belə bizdir, getdi total row
sonuncu sütun sətri digərlərindən fərqləndir deyiləm. Belə bir fərqlilik təqdim edir. Xəttini fərqləndirir. Bend it rows sətirlərin digərlərinə görə fərqləndirir. First column birinci sütunu digərlərinə görə fərqləndirir. Seçdiyim bu cədvəl üslubu total görsünüz sonuncu. Cədvəl üslubu mənə imkan verməlidir ki, bu əmrləri görüm hansında aktiv edirəm, passiv edirəm. Last column sonuncu sütunu fərqləndir deyirəm. Bandit columns isə sütunların birini digərlərinə görə fərqləndir deyirəm. Mahiyyət budur. Tutalım siz, gəlin görək bunu harada istifadə edə bilərik. Bir dənə sakit stilə malik olan bir dənə cədvəl götürək. Deyib olsun. Məsələn, başlıq sətrini fərqləndirək. Məsələn, bura ad yaza bilərsiniz, bura 1, 2, 3. Bunu izah etmək üçün gərək buranı izah edəm, ondan sonra stillər üzərində iş görək. Ona görə heç getmirəm, qarışıqlıq yaratmıram. Elə buranı bildiksə yetərlidir. Və burada bu stildə aradan qaldırmaq istəyirəmsə, gəlib birincini seçəcəm. Mənə sadə cədvəl stilini gətirib verəcək. Border styles var, bəzi cədvəllər var ki, birini digərlərinə görə fərqləndirmək istəyirik. Bir xəttini mi deyim, xananın xəttini mi deyim, sətir sütununu mu deyim. Sən gələk görək onu harada istifadə edə bilərsən. İlk öncə dili dəyişək. Sən Azərbaycan qoyuruq. Dili dəyişmək üçün klaviaturadan Shift Alt düyməsində istifadə edə bilərsiniz. Deməli, burada yazaq ki, sıra Shift 3 sizə nömrəni verəcək. Əlbəttə ki, mənim klaviaturam işləmir. Shift-i sıxıb, üstləyəcəm, nömrəni verdi. Məsələn, bura yaza bilərəm ki, 1. Bunu da deyimsə. Məsələn, 1, 2, 3, 4. Bir də bunu mən əlimlə daxil etmirəm də, vaxt itkisidir. Bunun üçün siz həmin bu sətiri seçirsiniz. Seçdikdən sonra Home-a gəlirsiniz. Burada 1, 2, 3 siyahı növ seçmişik də, düzdürmü, keçmişik. Belə bir siyahı növünü sadəsini əlavə edirəm. Əgər ki, bu görünməsə, siz bu oxlar vasitəsilə də sağa sola sürüşdürərək bu rəqəmləri burada görə bilərsiniz. Bəzən cədvəl sahəsinə görə bu rəqəmləri görməyə bilərkən, bura sağa sola sürüşdürməklə siz onu görə bilərsiniz. Görürsünüzmü? 1, 2, 3 siyahısını əlavə etdi. Nömrəli siyahı idi. Gəlsin. Əlavə etdik. Biz bunu da balacalaşdıraq. Sildim. Deyək ki, bu sıra yazılan sözdə, çünki sual verirlər ki, mən izah eləyəndə o nəyə lazımdır, görək nəyə lazımdır. Məsələn, bu sıra hissəsində xəttini fərqləndirmək istəyirsinizsə, çünki müəyyən bir fərqli başlığa malikdir. Border Styles'dan deyirəm 2 dənə xətt götür. Məsələn, deyirəm ki, rəngini dəyiş, buradan rəng verə bilərsiniz. Həmin xəttin qalınlığını buradan təyin edə bilərsiniz. Məsələn, stilini təyin edə bilərsiniz. Borders bizə artıq buradan məlumdur ki, çərçivələ deməkdir. Baxın, dəyişikliyə baxın, hər iki tərəfini çərçivələyir, aşağısını, yuxarısını çərçivələyir. Məsələn, gəldim, buradan demişəm və buradan deyirəm ki, qələmi götür, buradan xüsusiyyətləri seçdim. Bu sıranı fərqləndir digərlərindən. Görürsünüzmü? Fərqlilik yaratdı. Yəni, başlıq sətri digərlərindən fərqləndirəndə yaratdığım bu cədvəldə bunun üçün istifadə oluna bilər. Buradan da belə. Qələmi də passiv etmək üçün bu əmri passiv etmək lazımdır. Layout-ı gəldik. Cədvəlin əsas sətr sütunu üzərində görə biləcəyimiz işləri layout-da göstərəcəm indi sizə. Burada table əmrlər qrupu içərisində select əmri var. Select əmri mənə deyir ki, seç sətr, sütun, xananı, bütün cədvəli. Sütunu seçmək üçün cədvəlin seçmək istədiyim hissəsinə yerləşdirəm. Sol düyməni sıxıram, sütun seçilir. Sol düyməni sıxıb sürüşdürürəm.
Sətr seçilir. Sol düyməni bütün cədvəl üzərində tutub sıxılı saxlayıb mausun göstəricisini cədvəl boyu sürüşdürürəm, cədvəl seçilir. Yuxarısındakı dörd tərəfli oxu vururum, cədvəl seçilir. Mənə təqdim edir ki, sənə əgər seçmək lazımdırsa, bir-bir buradan seçəcəksən. Məsələn, kursor yerləşdirdim, selectdən gəldim. Select calls mənə deyir ki, xananı seç və belə bir pəncərəni aktiv etmədi o pəncərəni. Məsələn, kursor dayanan hissədən sağı seç, solu seç, aşağını, yuxarını seç deyə əmr təqdim edir. Məsələn, burada mənə deyir ki, select columns, kursor dayanan sütunu seç. Selectdən gəlirəm, select row, sətri seç deyir mənə, kursor dayanan sətir. Selectdən select table isə bütün cədvəli seçəcək. Bütün cədvəli seçməyin qaydasında buradan sizə dedim. Burada view grid lines əmri var. Bu nədir? Məsələn, gəlmişəm buradan belə bir cədvəl stili seçmişəm. Aşağısına baxalım. Belə bir cədvəl stili seçmişəm. Burada görürsünüzmü? Cədvəlin müəyyən bir hissəsi, əsas hissəsi silinibsə, buradakı bu view grid lines mənə deyir ki, cədvəlin silinmiş o əsas xətlərini aktiv et göstər. Əgər ekrandan görünürsə, balaca qırıq-qırıq xətlərlə göstərib də, lazım olmayan əsas hissələri belə gedir adım. Mən dizayna gəlib, cədvəlini də əvvəlki formatına qaytarmaq üçün birincini aktiv etməliyəm. Gəldik deməli növbəti əmr layoutda draw əmridir. Draw table mənə deyir ki, cədvəlimə müəyyən bir hissəsini çək. Məsələn, bu harda lazım ola bilər? Tutalım, belə bir sahəm var. Mən enter deyib bu sahəni böyüdə də bilirəm. Oxla çəkə də bilirəm. Çəkib böyüdə də bilirəm. Məsələn, mənə buradan bir xət lazımdır. Bunun üçün draw table'ı götürdüm. Məsələn, karandaşı aldım. Mənə təqdim etdi. Gətirdim işçi sahədə. Lazım olan xanada bu karandaşı çəkdim. Bu formada. Məsələn, bura yazdım ad. Bura yazdım soyad. Belə sahəni biraz genişləndirək. Genişləndirdikcə o söz özünü düzəldəcək və yaxud da ki, burada sözü seçib burada əmrlər keçmişdik. Hansı ki, Homelink tabında cümləyə, paragrafa, sözə aid olan belə bir sadə formasını keçmişdik. Layoutda isə belə bir hissədə daha geniş formada keçmişdik. Onun vasitəsilə də siz mətnləri xana daxilində sürüşdürə bilirsiniz. Bu formada qalsın. Görürsünüzmü? Bu xət burada onu biz nizamlamalıyıq. Bu formaya saldıq, gətirdik. Məsələn, ad soyad hissəsini qeyd etdik. Eraser isə mənə deyir ki, lazımsız cədvəl hissəni sil. Məsələn, bu xət burada artıqdırsa, mən gətirib bunu siləcəm. Görürsünüzmü? Üstündə bir dəfə klik sizə təqdim edir ki, həmin xətlərin sil. Gətirib də pasiv edəcəm, pozanı mənə təqdim etməyəcək. Gəldik deməli növbəti hissə insert hissəsidir. Rows and columns hissəsindən insert əmrində görək hansıları verib bizə. Insert above mənə deyir ki, yuxarı, kursordan yuxarı. Məsəl üçün mən buraya yazmışam A, burada yazmışam B. Hər hansı bir ad yazmışam. Burada yazaq, yox yazmayaq, qalsın. Tutalım ki, yuxarıya bir dənə sətir lazımdırsa, insert above deyəcəm. Məsələn, kursor dayanandan aşağı bir sətir lazımdırsa, insert below deyəcəm. Əgər ki, kursordan tutalım, bura yazaq ki, ünvan. Deyirəm, burada qeyd edeyim ki, məsəl üçün, ünvan sonra təhsil. Tutalım, bu ikisi arasına yerləşdirmək lazımdır. Bir dənə sütunu. Bunun üçün insert left deyəcəm, sola əlavə edəcək. Bax, məsələn, təhsil demişəm, təhsildən sola bir sütun deyirəmsə, insert left deyəcəm. Sola bir sütun. Gəldim, selectdən, select column deyirəm. Sütunu sil deyirəm.
Bu zoom ekranı dondurur deyə bəzi əmrləri üstünə vururam, işləmir. Ona görə seçib klaviaturadan backspace deyəcəm, sildim. Məsələn, ünvana gəldim, ünvandan sağa bir sütun əlavə et deyirəm, insert right deyirəm. Görürsünüzmü? Sağa bir sütun əlavə etdi. Mənə bu sütun lazım deyilsə, məsələn, bu sütunu seçib backspace düyməsini də vuracaqsınız. Sizə lazımsız sütun silinəcək. Gəldik, məsəl üçün, bu qırmızıları da dedik ki, mətni seçirik, kontrol ilə. Gəlirik aşağıda, Azərbaycan latın edirik. Həmin cədvəlin daxilində, mətnin daxilində Azərbaycan latın, qırmızılar arada qalır. Görək növbəti əmrimiz nə qaldı? Layoutda merge əmri. Deməli, burada birinci merge calls var. Məsəl üçün, mənə bu iki dənə xananı birləşdirmək lazımdırsa, birləşdirmək üçün pozandan da istifadə edirsiniz. Pozanı biraz götür, bir kliklə. Bu biraz vaxt apara bilər də. Gəlin belə izah edim. Insert right deyim, bir-iki dənə sütunu əlavə edək. Məsələn, bunları birləşdirmək lazımdır. Bu sətirləri bir başlıq altında qeyd etmək lazımdır, məsəl üçün. Bunun üçün siz seçirsiniz xanaları. Seçdikdən sonra burada merge calls əmri var. Bu Excel-də də var. Verilmiş xanalar sahəsinin içərisini təmizləyir. Yəni, bu pozanla da eləyə bilərsiniz. Merge calls deyəcəm. Görürsünüzmü? O içərisi sahəsini təmizlədi. Xanalardan, artıq xətlərdən təmizlədi. Tutalım, burada yaza bilərəm ki, yaşayış. Geri yaza bilərəm. Məsələn, qapı nömrəsi, küçənin adı, ev nömrəsi, blok giriş. Bu formada da, yəni bu formada qeyd etmək üçün bir başlıq altında bir neçə sütunu birləşdirmək üçün merge calls əmrindən istifadə olunur. Məsələn, mənə lazımdır ki, deyək ki, haranı deyim. Məsələn, deyim ki, buranı biraz elə bura olsun. Bu xanaları tutalım ki, bu hissəni iki dənə xanaya bölmək istəyirəm. Karandaşla da eləyə bilərəm. Karandaşla biraz uzun çəkir. Split table deyirəm düzgün şəkildə. Bağışlayın, split table yox. Split calls əmrini izah edirdim. Xanaların bölünməsi. Əmri bir dəfə klikləyəndə belə bir pəncərə açır. Mənə təklif edir ki, kursor dayanan xananı, mən buranı demişdim. Kursor dayanan xananı deyirəm ki, məsələn, deyirəm ki, iki dənə sətrə böl, yuxarını isə məsələn, üç dənə sütuna böl deyirəm. 3 sütun demişəm, 2 sətr. Gəlib təsdiq edirəm. Ay, kursor burada dayanmışmış. Buradan deyim, 2 dənə sətrə, 3 dənə də sütuna böldüm. Bunun üçün istifadə olunur. Gəldik, məsələn, əməliyyatımızı, sonuncu əməliyyatımızı ləğv edirik. Deyirəm ki, mənə sonra növbəti əmr split table-dır. Mən deyirəm ki, 3 ilə 4-ün arasında cədvəlləri ayır. Bunun üçün split table əmrindən istifadə edəcəyik. Split table əmri cədvəli iki hissəyə bölmək üçün istifadə olunur. Biraz məlumat çoxdur. Gəlin bu cədvəli silək. Mən yeni cədvəl əlavə edib, daha aydın formada onu sizə göstərim. Məlumat 1, 2, 3, 4 yazaq, ayrıldığını dəqiq görək. Deyirəm ki, 3-dən sonra bölmək lazımdırsa cədvəli, gətiriblər böyük bir cədvəl. Sizə deyirlər ki, bu cədvəli böl. Buradan sonranı ikinci bir cədvələ çevir. Bunun üçün split table əmrindən istifadə edəcəm. Görürsünüzmü, cədvəli ikiyə bölür. Layout-a gəldik, növbəti əmrimiz autofit əmridir. Autofit əmri bizə nə deyir? Bunu deyir. Autofit əmri. Gələcəm alt menüsünə daxil olanda burada 3 dənə əmri görürəm. Bu 3 dənə, gəlin bu biraz böyükdür, buraları silək. Sondan 3 dənə, 2 dənə sütunu sildim.
biraz da böyüdək. Məsələn, buraya yazmışam, deyirəm ki, burada bir söz yazmışam. Görürsünüzmü? Sözlərin həcmi müxtəlifdir də. Avtofit əmrindən birinci əmr mənə onu deyir ki, həmin bu cədvəlini tərkibində yazılmış sözə görə nizamla ölçüsünü. Bir dəfə klikləyəcəm, görürsünüzmü? Həcminə görə sözü xananın həcminə görə açır, aktiv edir. Məsələn, burada mən hər hansı bir söz yazdıqca sətirlər o qədər böyüyür. Ondan artıq böyümür. Autofit window əmri isə mənə deyir ki, məsələn, gəlin buna görə də başqa bir cədvəl əlavə edək, əmri daha aydın başa düşək. Məsələn, belə bir cədvəl əlavə etmişəm. Insertdən, table'dan deyirəm cədvəl. Tutalım. Mənə deyir ki, sənin əlində olan cədvəli Autofitdən, Autofit window. Sənin əlində olan cədvəli sən sənədinə görə. Bax, görürsün, Autofit window. Pəncərəyə görə fit elə, pəncərənin görünüşünə görə uyğunlaşdır da. Məsələn, bir dəfə klik deyəcəm, bunu mənim sənədimə uyğun olaraq gətirib genişləndirə də bilər, nizamlaya da bilər. Bir dəfə klik deyəcəm, görürsünüzmü, mənim sənədimə görə ölçüsünü təyin etdi. Növbəti əmr isə nədir, uşaqlar? Növbəti əmrdə mən sətir sütunları fərqli edirəm. Məsələn, gələcəm burada növbəti əmr window column with, yəni ki, bunun sütunları görürsünüzmü, müxtəlif ölçüdədir də. Bu sütunları gəlir fiksləşdirir. Fiksləşdirmədi. Bu əmrə oxşuyur. Column with bu əmrə. Gəlib bunu burada izah edərəm. Növbəti əmr isə hündürlüyünü və enini müəyyən edilməsidir. Məsələn, kursor dayanıb, sahəsini genişləndirmək istəyirəmsə, hide əmrindən oxlardan artıra bilərəm. Enini isə burada with əmri vasitəsilə enləndirə bilərəm. Biz bunu iki tərəfli ox demişdik ki, aşağı yuxarı sürüşdürməklə də eləyə bilərik. Sütunda da iki tərəfli oxla sağa sola sürüşdürməklə də bunu edə bilərik. Tərkibində, xananın tərkibində enter deyərəklə də bunu edə bilərik. Gəldik burada distribute row var. Distribute row o deməkdir ki, sətirləri bərabər ölçüyə gətir cədvəlində. Distribute columns o deməkdir ki, sütunları bərabər görünüşə gətir cədvəlində. Bu belə. Növbəti əmrimiz burada əmrimiz var. O əmr bizə deyir ki, cədvəlin daxilinə yazdığın sözlər varsa, bu sözləri nizamla seçirəm. Məsələn, mərkəzəmi, sağamı, solamı düzləndirirəm. Cədvəl olduğu üçün daha geniş formada verilib də. Homeland tabının paragrafından artıq biz bunu bilirik. Belə. Direction, text directions isə xana daxilində cədvəlin istiqamətini dəyişir. Daha doğrusu, cədvəldəki xanada yazılan söz var, həmin sözün istiqamətini dəyişir. Şaquli fiqi formada yazmaq üçün istifadə olunur. Merge calls əmri isə bizə nə deyir? Bizə deyir ki, verilmiş xanaya əgər ki, sən söz yazırsansa, bu sözün aşağı-yuxarı, sağ-sol boşluğunu təyin et. Gəlir belə bir əmr. Məsələn, mən buranı qoysam ki, hər hansı bir ölçü, bottom yuxarı, top yuxarı, bottom aşağı, left, sol, right, sağ deməkdir də. Ölçülər təyin edirəm, gəlib təsdiq etdikdə. Mənim sahəm belədir. Artıq mən söz yazanda, mən orada rəqəmlər qeyd etmişdim. Aşağı, yuxarı ölçü o rəqəmlərə, sağ, sol ölçü o rəqəmlərə görə təyin olunur. Məsələn, yenidən göstərək. Tutalım, deyirəm ki, hər hansı bir ölçü. Sizə hökm deyil ki, bu ölçüdə olsun. Sadəcə deyir, birdən olar da lazım olar. Gəlib təsdiq edəndə, sizdəki orada yazdığınız ölçüyə görə sol boşluğu, sağ boşluğu, aşağı, yuxarı boşluğu təyin edəcək.
Cədvəlimizi silək. Backspace düyməsi. Insertdən növbəti bir cədvəl əlavə edək. Şəklimi yeni çox geniş əlavə etdim. Məsələn, baxın, sizə əvvəlcə belə bir şey göstərim. Tutalım, sahəni seçdiniz. Burada deyirsiniz ki, qalın yaz, italik yaz. Şriftinin ölçüsünü 14 yaz. Şriftinin növünü Times New Roman'da yaz. Artıq cədvəl daxilində hansı söz yazmışsınızsa, buradakı nə formatlama işi vermişsinizsə, ona görə də yazacaq. Məsələn, şriftini yaz yaşıl rəngdə. Daxilində yazacağım sözü yaz yaşıl rəngdə. Bu formada. Yəni, bir-bir yazıb tətbiq etməkdənsə, belə əmrləri əvvəlcədən cədvələ təqdim etmək daha aydın olar. Tutalım, belə bir rəqəmlər düzülüb, hərflər düzülüb, adlar düzülüb, məhsul adı düzülüb, şəhər adı düzülüb, tutalım, ünvan düzülüb, soyad düzülüb, sort əmrinə gəlirik. Biz Homelink kitabının paragraf əmrlər qrupundan sort bizə məlum idi. Nə deyirdi ki, nizamla, sırala, əlifba sırasına və yaxud da ki, əksinə görə. Mən orada gəlirəm, sorta bir dəfə klik vuranda mənə belə bir pəncərəni aktiv edir. Mənə deyir ki, sənin mətnin sadəcə birinci sütunda yazılıb. Tekstir və paragraf formasındadır. Aslında burada number'i qeyd etməliydik. Ascending əlifba sırasına görə, descending isə əksinə deməkdir. Descending deyib gəlib baxaq. Biz burada number qeyd eləmişik. Teksti gedək. Yenə gətirdi. Yaxşı, buranda dəyişək. Gəldim, təsdiq elədim. Descending demişdik də. Kolon 1, tekst, ascending dedib, descending deyək. Yaxşı, dəyişmədi. Rəqəmlər yazaq. Rəqəmlər yox, hərflər yazaq. Seçək. Descending. Select deyir ki, düzgün seç listi deyir. Yaxşı, cədvəli seçək. Düz ki, belə bir yoxdur. Düz. Digər listi daxil etdik. Dən görək bu niyə belə edir. Kolon 2-dən kolon 2 ascending. Zaten ascendingdə yazılıb. Buradan kolon 1. Əslində o bizim kolon 1 yox, kolon 2 deyil biz. 2-ni məsəl üçün deyək. Əslində bizim o paragrafda keçdiyimiz ascending, descending. Paragrafda keçdiyimizdən eyni pəncərədir. Descending, şükür. Orada kolon 1, kolon 2 işarələnməliydi. Onu orada tanıtmalıyam. Mənə onu deyirdi ki, yanlışdır. İkinci sütun dedim, ikinci sütunu descendingə görə yazdı. Gələk indi baxaq nəyə. Məsələn, bura bir dənə sütun əlavə edeyim. Növbəti əmrimizə baxacaq. Repeat theatrals. Başlıq sətrin digərlərinə görə təkrarlanması. Məsələn, deyək ki, bu ikisini birləşdirmişik. Bura yazmışıq ad. Bura yazmışıq soyad. Gəlin buranı da pozanla silin. Baxın ki, yəni
Mörçündən daha asandır. Pozunla gəlib bir klik deyək. Soyad, məsələn, yaş deyək. Məndə də deyim ki, keçdiklərimizi biraz məsələn dizayna gələk, təkrarlayaq. Buradan deyirəm ki, xətt çəkmək lazımdırsa mənə. Məsələn, xəttin növü bu olsun. Seçdim. Tutalım rəngi olsun. Məsələn, qırmızı. Qələmi götürək, gətirək üstündən çəkək. Belə. İndi qələm pasiv edək. Bir neçə dənə sətir sütun əlavə edək biz bu cədvəlimizə. Insert below deyək. Getsin. Bir neçə səhifə getsin. O əmri görə bilməyimiz üçün. Sən seçmişəm. Seçdim başlığı. Repeat here rules əmrini aktiv etdikdə üstünə bir dəfə klik deyirəm. Aktiv etdikdə məndə bütün vərəqlərdə sənədimə ki, nə ad qoymuşam, sənədimdəki cədvələk baxın. İlk başda nə ad qoymuşam, ilk sətrə. Onsuz da, yəni sizin sonuncu sətr istəsəniz bu olmayacaq. İlk başda deyirəm ki, bütün vərəqlərdə başlığı təkrar edin. Baxın, nə qədər cədvəl yaradıramsa yaradım. Başlıqların hamısını əlavə edəcək. Yəni bir də mən tutub başlıq yaradıb, bir-bir o yazıları yazmayacağım da, başlıqları təkrar etmiş olacaq. Cədvəlin sənədin daxilində. Bütün mətni seçək, Ctrl-A deyib, seçirəm, backspace vururam. Insertdən gəlirəm table-dan, yenə bir növbəti cədvələ əlavə edirəm. Görüm növbəti əmrim nə idi? Convert to text əmri. Məsələn, mənə gəlib ki, ağlıma da gəlir, biraz o ad falan yazanda çox çəkilir. Buna görə random yazıram. Belə bir cədvəl gəlib. Bu siyahıların, məsələn, işçilərin adı, soyadı doldurulub. Yəni doludur da bu cədvəldə. Sizə gəlib ki, bu mətin hissəsini çıxartdığı cədvəl olmasın. Siz bir də durub bunu, bu adları, bunun yaşayış yerin, bunun ünvanın bir-bir ora yazınca, bir-bir təzə sənət yaradıb. Yazınca sizdə belə bir əmr var ki, convert to text əmri. Convert to text deyir ki, çevir mətnə. Yəni hal-hazırki cədvəli çevir mətnə. Üstünə gəlib bir dəfə klik desəm, mənə belə bir pəncərəni açır. Bu nədir? Deyirəm paragraf, tab. Mənə tab deyib də bunu saxlayıram. Paragrafda bunu abzas, mətni abzas sənətdə göstərəcək. Tabda qalsın. Selections isə vergüllərdən göstərir. Sənin neçə dənə vergülün varsa o qədər üstünə əlavə edir. Gəlib təsdiq edəndə görürsünüzmü? Çıxardı, cədvəli götürdü. Cədvəli götürdü, mətnim qaldı da. Düzdürmü? Gəlin o bir səmirlərdə sizə göstərim, qaranlıq qalmasın. Burada var ki, məsələn, convert to textdən paragraf deyəndə bu mətnləri görürsünüz, öz üçün paragraf ayırır. Bu çox qarışıqdır da. Bizə standart tutalım, iş yerində belə bir əmr verilibsə bizə, mən bunu gələcəm, convert to textdən tab deyəcəm, onsuz da mənə rahatçılıq özü yaradıb. Gəlib təsdiq eləyəcəm, mən görürsünüz, götürdü, mətin qalır. Mən bir də o cədvəl daxilindəki mətni bir-bir yazmıram. Onsuz da yazılı formada gətirib mənə verir. Ctrl-Z deyirəm. Görək növbəti əmr nə qalır. Məsələn, mənə indi verib bunun maaşı verib. Birinci ayının maaşı verib. İkinci ayının. Məndə bir dənə klaviaturada 5 işləyir. 5 rəqəm işləyir. Deyək ki, birinci ayın maaşı, ikinci ayın maaşı. Tutalım, bu da bunun bonusu olsun. İndi bu hissədən bunların cəmini tapmaq lazımdırsa, formuladan istifadə edəcəm. Cədvəl daxilində riyazi hesabatların aparılması Excel-ə məxsusdur. Bu yenə də hər ehtimala
verib də qısa, sadə formada tapmaq üçün. Məsələn, yekunu hesabatını aparmaq üçün mən gələcəm formulaya daxil olanda burada başqa düsturlarda seçə bilərəm. Ən çox cəmdən istifadə olunur. Məsələn, sum left deyir ki, solu topla. Əmr olaraq deyirəm solu topla. Gəl təsdiq edəndə sol tərəfi bunun cəmini gətirib təqdim edir. Belə. Bu qədər. İndi yaxşı. Bir dənə əmr qalır ki, məsəl üçün mənə verilmiş mətni cədvələ necə çevirə bilərəm? Gəlin onu da izah edeyim. Gətirdik. Deməli, mətni əlavə edirəm. 2 dənə abzaslı olsun. Çox getməyək. Yazmadım. 2 Shift-i sıxdım, bağladım, Enter. Gətirib. Məsələn, belə bir abzaslı cədvələ çevirmək üçün 2 dənə abzas varsa, söz varsa, cümlə varsa, nə varsa çevirmək istəyirəmsə, insert-ə gələcəm. Table əmrləri qrupu içərisində Convert text to table əmri var. Yəni, mətnin cədvələ çevrilməsi əmri. Üstündən bir dəfə klik deməyim kifayətdir ki, mənə belə bir pəncərəni açsın. Kolum sayını da yaza bilərəm. Deyərəm, 3 dənə sütunu indi passiv elədir. Çünki burada sütunluq bir şey yoxdur. Təsdiq edəndə gətirir mənə sütunu verir. Bu mətnlərimin abzaslı çox olarsaydı, əgər məsələn, abzaslı mənim çox olsaydı, bunları rahatlıqla sətir sütuna çevirə bilərdi. Amma ki, indi 2 dənədir deyə 2 dənə sütuna yaza biləcəm də. Convert text to. İndi də bir dənə sütun verib. Eyb yoxdur. Gələk təsdiq edək belə bir. Görürsünüzmü? 2 sütun, 2 sətirdən ibarət olan cədvələ çevirir mətni. Yəni, gətirir, böyük bir tutalım böyük bir mətin gətirir. Deyir, bunu çevir cədvələ. Bir də bunu silib cədvəl yaradıb, cədvələ çevirməkdənsə, table-a gələcəm. Convert text to table deyib, burada deyirəm ki, indi abzasları sütunlara böldü, o özü böləcək. Gəl təsdiq edəndə görsünüzmü, belə bir cədvələ çevirir. Sütun sayını mən 4 dənəni artıq yazdım deyə 4-ü verdi. Bax, görək nə qaldı? Bir şey qalmadı. Cədvəllərdən də bura gedək. Yəni, göz yaddaşınızda əmrlərinin yerini saxlasanız, cədvəl yaradan zamanda sizə çətinlik törətməyəcək. Yəni, çətin deyil. Çalışın ki, özünüz üçün bu dərslərdə falan cədvəl quranda üsullar tapın ki, qarışıqlıq olmasın. Yəni, üsul, etap, başlığı bir düzəldin, keçin ikinci sətri, keçin üçüncü sətri. Çətinlik olmasın, qarışıqlıq olmasın. Belə, bugünkü dərsimizdən də bura qədər. Cədvəlləri keçdik, əlavə açılan lent tablarını keçdik, sadə cədvəl necə yaradılır onu başlıqda göstərdim. Bu qədər. Gələn görüşlərəcən.